Yox, bugün gülməyəcək. Bugün deyiblər ki, Zaur bəy videolarda çox gülür, ona görə gülməyəcək. Ciddi olacaq, tənqidi xarakterli danışacaq, ağ yuyub qara sərəcək. Bu formada danışacağıq inşallah. Dostlar, biz bugündən etibarən ütüləyənlər verilişində görüşürük. Ütüləyənlər verilişində nədən danışacağıq? Hər dəfə fərqli problemlərə toxunacağıq. Bugünkü mövzumuz isə ünsiyyətdə nəyi sevmirik? Arif, I love you ifadəsindən başqa sevmək kəlməsini necə ifadə edə bilərsən? Dedim axı gülməyəcəyik. Hə. Sən bilərsən. Əla. Nəysə, bunu keçək. Dostlar, son dövrlər müşahidələrim bunu göstərir ki, biz bəzi şeylər var ki, sevmirik. Amma bunu yenə də eləyirik. Məsələn, danışanda, söhbət eləyəndə terminləri sevmirik. Amma özümüzü ağıllı göstərmək üçün terminlərdən istifadə edirik. Arif, sizin sahədə bir termin var. Bizim sahədən o qədər. Məsələn, hansı termin var? Birini deyə bilərsən. Məsələn, Ağlına gəlmədi. gərəkçi. Sən sosial persepsiya dövrünə inanırsan? O nədir? Dedim axı gülməyəcək. Gülmürük. Yo, inanmıram. İnanmırsın, zor edirsən. Əlasın. Dostlar, sosial persepsiya deyəndə insanlar anlamayacaq. Amma bir-birimizi anlamaq, qavramaq deyəndə təbii ki, oturub söhbət eləyə biləcəyik. Bu nəyə bənzəyir? Bir mesaj var, göndərən var, alan var. Amma biz alıcıya bəzən elə mesajlar göndəririk ki, o bizi qəbul eləmir və yaxud da anlamır. Məsələn, günlərin bir günü bir varlı şəxsdir, gəlib xidmətçiyə deyir ki, bu güldan 500 illikdir, ona yaxşı bax, tez-tez tozunu al, tez-tez onun ətrafına bax, qonaqlar gələndə onu qəşəng göstər, nümayiş etdir, antikvar bir şey kimi təqdim elə. Xidmətçi nə deyir? Deyir ki, əlbəttə, təzə olan bir əşya kimi onu insanlara təqdim eləyəcəm. Təzə. Dostum, biz antikvar deyirik. Qarşı tərəf təzə olmadığı üçün onu daha da gözəlləşdirmək istəyir. Deməli, bizim nə dediyimizdən daha çox qarşı tərəfin nə anladığı önəmlidir. Bəzən biz bunda geri qalırıq. Başqa nə problemlərimiz var sizcə, dostlar? Ünsiyyətdə nəyi sevmirik? Siz danışın, mən danışım. Aha, biz bizi dinləməyən insanları sevmirik. Biz bizi dinləməyən insanları sevmirik, dostlar. Necə? Çin dilində dinləmək, mən səni qulaqlarımla, gözlərimlə, qəlbimlə və diqqətimlə dinləyirəm, anlayıram deməkdir. Amma biz nə edirik? Biz heç qarşı tərəfin gözlərinə baxa bilmirik. Biz heç onun qulaqlarına xitab edən nitqə sahib deyilik. Nəinki qəlbə, heç beynə xitab eləyə bilmirik. Və diqqəti cəlb eləmək alınmır. Çox vaxt mənə deyirlər ki, mən danışıram da, qarşı tərəf dinləyər, dinləməz, özü bilər. Deyirəm, əziz dost, sən qarşı tərəfin qəlbinə xitab edə bilmirsənsə, bu sənin problemindir. Sən yaxşılaşdırmalısan, sən gözəlləşdirməlisən, sən təkmilləşdirməlisən. Onlar 50-dir, 60-dır, 100-dür, 1000-dir, 10.000-dir. Amma biz dinlənilən olanda bizim sayımızda çoxaldacağıq. Yəni, mən biri idimsə, sabah yaxşı danışan 10 olacaq, sonra 15 olacaq, belə-belə artacaq. Və toplumda dilimizi, düşüncələrimizi, fikirlərimizi aydın səsləndirən bir insana daimi ehtiyac olacaq. Necə ki, dünyada müxtəlif dəyişikliklər olub, inqilablar olub, amma danışmaq hər zaman lazım olan sənətlərdən biri idi. Necə deyərlər, Bernard Shaw'nun dediyi kimi, mən danışmağı velosiped sürməyə bənzədirəm. İlk dəfə yıxılıram, sonra yenə də yıxılıram və axırda öyrənirəm ki, necə danışmaq lazımdır. Sizcə uğurun formulu nədir ünsiyyətdə? Düzgün danışmaq, Aha, səlis danışmaq. həyəcanlanma Arif, həyəcanlanma. Aha. Meyxan xanım, sizcə nədir? Öz üzərində çox çalışmaq, çox informasiya, bilgi qəbul etmək və bunu real praktika əsasında tətbiq etmək. Əla, təşəkkür edirik. Mən də sizi dinlədim. Dinlədiz.
Əla. İnşallah səsiniz ora gedir. Qeyd edeyim ki, dostlar, ünsiyyətdə uğurun formulu belə qeyd olunur. A bərabərdir x üstəgəl y üstəgəl z. Nə deməkdir bu? X çalışmaq, y dinləmək, z isə çənəmizə sahib olmaq. Çox maraqlı bir ifadədir, çənənin sahibi ol. Yəni, bəzən mumlamaq. Çox ağır danışdım deyəsən. Yox, bu ağır deyildi. Bəzi yerlərdə susmaq lazımdır. Hətta gözəl bir fikir var. Uzun danışanı qısa dinləyənlər. Biz bəzi yerlərdə dinlənildiyimizi hiss edəndə belə dayanmaq istəmirik. Amma müasir dünyada insanların vaxtı yoxdur. Vaxtı olmayan insanlara biz saatlarla mühazirələr deməklə nəsə əldə edə bilmərik. Mən bilgilərimi bölüşmək üçün qarşı tərəfin qulaqlarını dəlmək məcburiyyətində deyiləm. Yəqin ki, bunun fərqində olsaq, daha uğurlu olarıq. Bürcünüz nədir? Bürclərə inanmıram və maraqlanmıram. Heç nə deyim valla. Maraqlı söhbət eləyəcəkdim bürclərlə bağlı. Mən deyirəm. Dostlar, məsələ burasındadır ki, biz ehtimallar üzərindən olan ünsiyyəti sevirik. Və kimsə bizə ehtimal üzərindən danışanda deyirik, aha, gələcəklə bağlı proqnoz verir, sevindirir bizi. Məsələn, deyirəm, Arif, sən gələn il bu vaxt inşallah Qarmediyada 20.000 pul qazanacaqsan hər gününə. Günə. Bəli. Olar. Bunun üçün sən nə etməlisən? Nitqini yaxşılaşdırmalısan. Nitqini yaxşılaşdırmaq üçün hara gəlirsən? Zahar bəyin yanı. Ütüyə gəlirsən. Və sən bizim dərslərə gələndən sonra bu söhbəti artıq yenidən danışarıq. 20.000-i endirərik. 20.000-i azaldarıq 5.000-ə, 3.000-ə, 2.000-ə. Yəni durum belədir ki, mən qarşı tərəfə ehtimal üzərindən bir fikir səsləndirirəm. Deyirəm ki, sən gələn il bu vaxt bu mərhələlərdən keçib nəticə əldə edəcəksən. Və yaxud da onu danışığımla qorxuduram. Çox maraqlı bir fakt var. Deyir ki, İnsanlar qorxudulanda daha tez inanırlar. Maraqlısı budur ki, onlara qazandıqlarını yox, qorxduqları şeyləri deyəndə daha çox bizim yanımızda olurlar. Məsələn, mən deyirəm ki, sən həyəcanını idarə edə biləcəksən. Deyir, onsuz da idarə eləməsəm də yaşayıram da. Başqa bir formada belə deyirəm. Sən səhnə qorxusu ilə çıxacaqsan səhnəyə, biabır olacaqsan. İnsanlar sənə qəribə-qəribə baxmağa başlayacaq. O zaman artıq inanır. Deyir, yox, mən şəxsiyyətəm. Mən insanların qarşısında biabır ola bilmərəm. Belə bir fikir səsləndirir. Və bu formada yavaş-yavaş bizim təlimlərə qoşulur. Deməli, insanlar qorxudulmağı sevir. Mən Zaur Cahangirov, Ütü qrupun rəhbəri, söz satışı ilə məşğulam, 3 kitabın müəllifiyəm. Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər, magistr təhsilimi isə Türkiyənin Anadolu Universitetinin təhsilin idarə olunması ixtisası üzrə almışam. Hal-hazırda uzun-uzun öz adımdan əvvəl olanları danışaraq sizi yoruram. Çünki özümü təqdim eləmək istəyirəm. Amma təqdim eləmək gözəldir. Bəs gözəl olmayan nədir? Sənin təqdimatın nitqində, danışığında öz əksini tapmırsa. İnsanlar nəyi sevmir? Mənim təqdimatımdan sonra nitqim onlara təsir eləməyəndə sevilməyən bir obraza çevrilirəm. Razısınız, bəzən dəvət edirlər birini, deyirlər ki, akademik, professor, X, Y və X, Y. Gülməyəcəkdik. Akademik professor X, Y gəlir, artıq tanınmış bir şəxsiyyətdir, biz ondan gözəl bir nitq istəyirik, başlayır. Salam, hər vaxtınız xeyir olsun. Mən ciddi oğlanam. Mən siz gənclərin nə istədiyini bilmirəm. 50 ildir kitab yazmışam. İndi mənə qulaq asmaq məcburiyyətindəsiz. Savadlıdır, ağıllıdır, əladır, qəşəngdir. Amma nədir? Həmin insanın adından əvvəl gələn ifadələr adından sonra özünü əks etdirmədi. Biz nə etməliyik?
həmin insandan bilgiləri öyrənməliyik. Çünki savadlı insandır. Amma onun nitqindən nəsə əldə eləməyimiz çox qəliz bir məsələdir. Müşküldür. Tənqid edilməyi sevirsiniz? Sosial mediada biri tənqid yazsın. Və Nə yazıblar? Yaxşı. Nə yazıblar? Ən möhtəşəm tənqidiniz nə olub? Ən belə deyim də, tutarlı tənqid söhbətində olur. C. Arif bəy, ç yoxdur. Hə, yəni əsəbə elə. Gülməməliydik. C söhbəti olub. Orada bir montajın da təbii olaraq təsiri var idi. Montajda səs düzəldilirdi. Ya bu C hərfi biraz daha qabarırdı. Demirəm, problem yoxdur. Düz tənqid idi və sonra sizlə danışdıq bu barədə. İnşallah düzəldəcəyik, İnşallah həll eləyəcəyik. Bəli. Meyin xanım sizə nə deyiblər? Siz deyin, mən tərcümə eləyəcəm. mənə deyirlər, istedadlısan, amma tənbəlsən. İstedadlısan, tənbəlsən. Mənə də ən çox deyilən ifadələrdən biri də budur. Yaxşı danışırsınız, amma çox gülürsünüz. Bugün ona görə ciddiyəm. Gülmürəm. Bəzi yerlərdə gülsəm belə, onu deyəcəm kəssinlər. Mən gülməyəcəm daha. Biz niyə son dövrlər heyvanlarla dostluq eləməyə başlamışıq? Bilirsiniz? Ona görə ki, heyvanlar bizi tənqid eləmir. Sadəcə dinləyir. Əzəldən biz nə qədər desək ki, tənqidə açığıq, amma tənqidi sevmirik. Misal, mənim videomun altına 100 nəfər rəy yazıb, 90'ı yazıb ki, əlasız, gözəlsiz, yaraşıqlısız, qəşəng nitqiniz var, belədir, elədir. 10 nəfər yazır ki, bu nə danışıq tərzidir, çox gülürsüz, yox, siz bəzən fərqli yerə baxırsınız, kameraya yaxşı baxmadınız, bugün evdən çıxanda niyə saat 6-da yox 7-də çıxmışdınız və s. Bu tipli rəylər yazırlar və biz fokuslanırıq həmin insanlara. Ona görə insanlardan uzaqlaşıb pişiklərə, itlərə doğru addım atırıq. Buradan çıxarmalı olduğumuz nəticə nədir? Bəli, itlər, pişiklər sevilir. Çünki tənqid etmirlər. Amma biz sosial varlığıq və biz insanlarla, şəxslərlə əlaqə qurub özümüzü təkmilləşdirməliyik. Bu da həyatın qaydalarından biridir. Bu arada biz gülən insanları da sevmirik. Çünki gülən insanlar bəzən səmimi olmur. Real danışıq. Hal-hazırda müasir dünyada sən insanlara gülməlisən, gözəl özünü təqdim eləməlisən deyirlər. Və biz də məcburən dişlərimizi göstərib bu formada özümüzü təqdim eləməyə doğru irəliləyirik. Bəs nə edək ki, insanlar bizim gülüşümüzə heyran qalsınlar? Bunun sadəcə bir yolu var. Təəssüf ki, bu hər hansısa bir texnika ilə öyrədilmir və yaxud da öyrənilmir. Hansı dövrdə gülüşüm səmimi deyilsə, analiz eləyəndə bir nəticəni çıxartmışam. Ruhumda problem var. Daxili dünyam həmin ərəfələrdə istənilən səviyyələrdə deyil. Ona görə təsirli natiq, yaxşı danışan və gülən obraz olmaq istəyiriksə, bunu səmimi şəkildə insanlara çatdırmaq istəyiriksə, ruhumuzu gücləndirək. Daxili dünyamıza zənginliyi qataq. Bəlkə belə hallarda nəticə əldə eləyə bilərik. Dostlar, biz bunları sevmirdik. Növbəti verilişlərimizdə fərqli mövzulara yenə də toxunacağıq. Son olaraq isə sizə öz gülüşümü hədiyyə etmək istəyirəm. Bilirəm, bəziləriniz yenə də sevməyəcək. Amma mən gülməyi sevirəm.